Ötən gün Səhiyyə Nazirliyi Ekspertiza Mərkəzi tərəfindən Bakı şəhəri Yasamal rayonu İsmail bəy Qutqaşınlı küçəsində fəaliyyət göstərən Lazer Beauty Estetik Klinikası məhdud məsuliyyətli cəmiyyətinə məxsus klinikada plandankənar yoxlama keçirilib. Qurumdan kanalımıza verilən məlumata görə Səhiyyə Nazirliyinin lisenziya şərtlərinin pozulması hallarının aradan qaldırılmasına dair göstərişlərini yerinə yetirmədiyi üçün Lazer Beauty Klinikasının həmin filial üzrə lisenziya əlavəsi İqtisadiyyat Nazirliyinin inzibati aktı ilə dayandırılmış, müəssisəyə martın 12-sinə qədər nöqsanların aradan qaldırılması üçün müddət qoyulmuşdu. Lakin orada tibbi prosedurların davam etdirilməsi barədə məlumatlar alınıb. Bununla əlaqədar olaraq Baş həkim Rəna Soltanovanın iştiraki və təqdim etdiyi sənədlər əsasında klinikada Səhiyyə Nazirliyi tərəfindən yoxlama keçirilib. Yoxlamanın nəticəsi olaraq İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinə müvafiq olaraq Lazer Beauty Estetik Klinikası məhdud məsuliyyətli cəmiyyətinə inzibati xəta haqqında protokol tərtib edilib və protokol Səhiyyə Nazirliyinə növbəti icraata göndərilib.